Və sizin çoxlarınızın uşaqlıqdan bugünə qədər dinlədiyiniz, sevdiyiniz mənim bütün ifalarım yeni aranjmanda, canlı musiqiçilərlə, yəni fonoqrama falan olmayacaq, yəni canlı musiqiçilərlə ifa eləyəcəm. Mən bilirəm ki, siz hamınız mənim mahnılarımı bir əzbərdən bilirsiniz və bir yerdə oxuyacaq. Onun üçün də Naxçıvandan sonra ikinci böyük bir rayonu gözləyirik. İnşallah Allahın izni ilə adını açıqlayacağıq. Ancaq xalq konserti. Mən xalqımın, millətimin içində olmaq istəyirəm. Çünki mənim ən ağırı, ən acılı, ən çətin günlərimdə mənim bu dəyərli xalqım, millətim mənim yanımda olublar. Mənə qolqanad açıblar. Mənim evladıma qolqanad açıblar. Ona görə sizi sevirəm və konsertlərimizdə görüşənədək hər birinizi bağrıma basıram. Nə yaxşı varsınız, nə yaxşı sizlər varsınız, nə yaxşı sizlər bizləri sevirsiniz və bu yerə gətirib çıxardırsınız.